Ustad, sən çox gözəl faydalandıq bu məqaləyiz ya bu tədqiqiyiz ki, illər boyu Qarabağların barəsində yazılmışdı və indi də siz onun üzündən öz tədqiqatınızı oxudunuz. Çox gözəl idi. Mən işarə edeyim, keçən videomuzda Qarabağlardan ki, biraz söhbətimiz oldu. Orada siz işarə buyurdunuz ki, Qarabağlar indi Gürcüstandan, o Qafqazdan, zatlardan gəlirlər, keçirlər, gedirlər Macaristanda bir cəngilər nə olur. O yandan təzədən qayıdırlar, gəlirlər Türkiyəyə. Türkiyədən qayıdırlar, gəlirlər bu məntəqəyə, yəni Sulduz məntəqəsinə. İndi oxucularımıza da bu sual ola bilər, bizim özümüzə də maraqlı ola bilər. 200-220 il bundan əvvəl ki, Qarabağlar o yandan dururlar, gəlirlər bu məntəqəyə. O zaman bu məntəqə sizin bu tədqiqatlarınıza görə adı nə imiş? Elə bəri başdan buranın adı Sulduzuymuş. Hətta mən eşitmişəm bu avamların içində də deyirlər Sulduz müadili suluduz yerdir. Yəni bura bir dənə düz yer imiş, su suluymuş, tez buradan su çıxırmış. Buranın adını qoymuşlar Suluduz. Sizin tədqiqatınıza görə Suluduz istilahı ya kəlməsi buraya aid ola bilir, düzgündür ya düzgün deyil. Mən sizdən çox xahiş edirəm bir Sulduz haqqında da biraz məlumatınızı bizə bildirəsiniz, verəsiniz. Buyurasınız. Bəli. Əzizim xidmətinizə kullu bu məntəqə məxsusən Urmu gölünün həm batısı, həm batı doğusu ki, Sulduz burada yerləşir. Qədimdən bəri bura məskun olubdu. Hətta bu arxeik təpələr ki var, məsələn Həsənli təpəsi, Hacı Firuz təpəsi, bunlardan çıxan hələ bir-iki qat qazıblar, tarixi 7000 illərdən qabağa gedir. Bura çoxdan məskundur. Azərbaycan kullu halda ilə Atropatın zamanında Atropatıqan deyilmişlər. Vəli Sulduz kəlməsi düzdür, bura həm otlu olub, həm sulu olubdur. Vəli Suluduz deyilmiş. Buranın əvvəl adı Əbbasilər dövründə Nerizdir. Bu Neriz kəlməsi həm İbn Xurdadbehin səfərnaməsində gəlibdir. Təqribən 330-cu qəməridə yazılıb. Həmi Şəhriyaranı Qumnamda gəlib. Həmi Qətranın Təbrizinin şeirlərində gəlib. Nerizlər bir tayfa imişlər Musulda. Bəni Abbas hakimiyyəti onları bura vali göndərir. Burada da ayrı bir vali var imiş. O müqavimət eləyir, onları vururlar, öldürürlər. Başlar ərəb imişlər. Ərəbdilər, bəli. Nerizlər ərəbdir, elə xanadanı Neriz, Neriz xanadanı. Bunlar gəlirlər burada hakim olur, onların rəhbərləri Əli ibn Murr. Bunlar burada hakim olurlar. Hətta İbn Xurdadbeh də gəlib o zaman Azərbaycanın mərkəzi Ərdəbil imiş. Burada Ərdəbil üstəymiş. Bu gəlir, bu yolları mütaliə edirmiş. Hansı şəhərdən hansı şəhərə neçə ağaçdır və hansı şəhərin, məntəqənin nə qədər maliyyatı var, veri dərbar, Bağdadın dərbarına. Bunları mütaliə edirmiş. Bu gəlib Mərağadan istəyir gedə Ermənistana. O iki yoldan ad aparır. Biri Urmu gölünün şimalından keçir, ki Mərəndəzada işarə edib, qoya. Biri də gəlir Urmu gölünün cənubundan keçir, ki qərbindən cənubundan. Az cümlə Nerizdən ad aparır. Nerizdən sonra Urmiyadan, Urmiyadan sonra Səlmas, Səlmasdan sonra qoy. Bu iki yol bir-birinə qarşı Ermənistana gedir. Bunun buranın adı əvvəl Nerizdir. Bu Neriz adı ta Hulakuxan gəlir Bağdad hakimiyyətinə Beysilə son qoyur. Sonra Mərağada hakim olur. Onun törəmələrindən Əbu Səid Bahadır zamanı ki, təqribən 27 neçə bu hududda Əmir Çulpan Sulduz ki, onun vəziriymiş. O biraz şuluqluq eləyir orada Sultaniyə məntəqəsində, məxsusən Həmədanda.
Onu gətirib burada Diyarbəkirə vali verir, bunun şəhərin oradan sonra. O da gəlir burada bütün həm otluymuş, həm suluymuş, buranı ilxi mərkəzi edir. Hətta onların yanında bir tayfa da vardı, adı Axtaçılardı, bir de El Teymurdu. Şimdi Axtaçılar, El Teymurlar Qokan tərəfdə zatda sakindilər, El Teymurlar da. Bəli, o ki, burada qalanlar, Axtaçılar ki, lüğəvi mənası olur, məsələn, mehtər, at becərənlər. Bura ilxiymiş, ilxi mərkəziymiş ya Əmr Çobanın özününküymüş, ya hakimiyyətinkiymiş, Əmr Çoban burada saxlayırmış. Buranı, bu ünvanı tüyul veriblər, Əmr Çoban Sulduz tayfasındandır. Sonra tədricən bu ad çox tikrar olub da o bir adlar tökülüb, fəqət Sulduz kəlməsi qalıb. Yəni bura Sulduz, Əmr Çoban Sulduzun tüyoludur. Bu ad qalır, indiyəcək də qalır. Və Sulduzda yaşayanlar Qarabağlardan qabaq, o ki, tarixdə adları gəlib, Çapıqlılardılar. Əlbəttə bunu Şərəfxan Bədlisi Şərəfnamədə yazıbdır ki, Çabıqlılar. Bəli, bunlar çubuqludurlar. Çünki bunların əsl sərdəki Çubuq bəydir. Məlikşah Səlcuqlunun zamanında böyük qüdrətli bir hakim olubdur, sərkərdə olubdur. Onlardan bir teydat da bura gəlib. İndi nə cür gəliblər, mən bilmirəm. Bəli, Çubuqlular burada Diryazda olurmuşlar. O burada Çubuqlu xanlığını burada yaradıbmışlar. Sulduza da hakim imişlər. Sonra Seyfəddin Məkri, sonra Müşir olubdur. Bu Müşir məntəqəsi də onun adından alınıb. O, Şəhrizur məntəqəsindən gəlib bu Baban tayfası ilə, zatla o birisi əşirətlərlə qarışıb, gəlir çubuqları şikəst verir, çubuqlar məntəqədən ayrılırlar və bu gəlir Sulduza da hakim olur. Çubuqların təqribən axır dövr hakimiyyətləri Qaraqoyunlu, Ağqoyunlu dövrəsindədir. Və Seyfəddin Müşkirin uşaqları da Sarim bəy də ki, Onlar Kürdüymüşlər, bağışlar. kim? Müşkilər. Müşkilər Kürdürlər. Bəli, çubuqlar Türkdürlər. İndi bu çubuqları mən axtarıb tapmışam. Binabda var, Mərağada var, Əbhərdə var, Zəncanda var, Həmədanda var. Və cəlib budur, Həmədanın bir saytında yazmışdı ki, bizim babalarımız deyiblər ki, biz Mahabadda kütlədə şikəst yemişik, gəlmişik oraya. Bəs bu sabit olur ki, bu çubuqlar həman çubuq bayın törəmələrindəndirlər. Onlar da Qarapapaqlardan qabaq çubuqlular olub. Çubuqlardan sonra üçün Osmanlı həmişə buraya şar gətirmişdir. Osmanlı ilə Səfəvilər taarruzdaymışlar. Bunlar həmişə bu məntəqədə özlərinə zat seçirlər, məsələn, tərəfdar seçirlər, gəlirlər, irəliləyirlər. Sulduz da daimən dəstbədəst olurmuş. Təqribən Sarim bəy Səfəvi zat Şah Səbirinin dövründə şikəst. Qacar dövründə də buraya müqəddəmlər hakimdir, Mərağa müqəddəmləri. Mərağa müqəddəmləri Osmanlının müqabilində dayana bilmirlər. Onların yerinə Urmiya əfşarları gəlirlər. Urmiya əfşarları da çətin dayanırlar. Vəli Abbas Mirzanın dövründə burada Qarabağlar sakin olandan sonra təqribən bura biraz mövqeyiyyəti möhkəmləşir. Əlbəttə, bunu ərz edeyim ki, məsələn, Fərquzat kəndi, nümunəsi Fərquzat kəndi Qarabağlar gələndən qabaq da varmış. Üçün adından bəllidir. Fərquzat iki kəlmədən təşkil tapır. Biri Fərqudur. Fərqu Cuğatay dilində qırğı mənasındadır. Zat da bir məni nəslidir, irqidir. Yəni qırğı nəsli. Və əfşarların da o tayfa əlamətləri qırğıdır, dovşancıldır. Fərquzat kəndi təqribən əfşarlar burada qədim yaşayırlar. Yəni bunlar
bura gəlsələr, ora köçsələr, burada bu ad var imiş. Bəli, ərzim oradadır ki, Sulduz kəlməsi Sulduz Əmir Sultan Sulduzdan alınıb. Sulu düz gəlsə, bura suludur və düzdür və otludur, amma əsl adı o. Misdaqı yoxdur. Bəli. Bəs Nəqədi şəhəri hardan olub sonra? Nəqədi şəhərinə mən elə bir təhqiqatda bir nəticəyə çata bilməmişəm. Vəli o Abbas Mirzənin fərmanındakı kəlmə Nuğaday gəlir. Nuğaday kəlməsi Muğuli kəlmədir. Əmir Sultan da Muğul tayfasından idi, burada sakin idi. Əbu Səid Bahadır da Hulakulunun nəvəsi idi. Mən ehtimal verirəm. Əlbəttə bunu səddəsəd təyid eləmirəm, yəni təkiddən demirəm. Vəli ehtimal verirəm Nuğaday kəlməsi qədim elə Əmir Sultanla burada var imiş. Yəni Sulduz məntəqə imiş, Nuğaday da onun mərkəzi imiş. Vəli əgər bu tərəfdən də gəlib baxsaq, bu tayfa tərkibində, məsələn, dil bölümündə Məhərrəm Ərgin bir dənə şama verib, orada Qaraqalpaqlardır, Noğaylardır, Qazaxlardır. Bunlar bir quruhu zəbanədədirlər. Ya məsələn, rəhmətli heyətin təhqiqatındakı Farux Sömerdən təsir alıb, bu deyir, Sulduz Qarabağlarının ləhcəsi Qaraqalpaqların zəbanına bağlıdır. Bəs bu hesabla ustad, o zamanki buyurursunuz, burası Sulduz bir məntəqəymiş. Bəli. Nuğaday da ehtimal verirəm, mərkəzi olan. Mərkəziymiş. Bəs bu hesaba görə onlar ki deyirlər Nəqədih həman Nəqidihdir. O da mənsux olur. O da rədd olur. Yox. Bunlar sonra hər şey özlərinə mütəəssifانə çıxıblar. Bunlar gətirib burada deyiblər ki, bunu elə Nəqidih hesab edirlər. Onlar deyəndə ustad, vazih deyəsiniz. Onlar mənzurunuz kimdir? Borçalılar. Bozsallılar. Bəli, Bozsallılar. Əlbəttə zat Qarabağdan ki bura gəliblər. Orada indi Zəngəzurda bir dənə qədim adı Nuvadehdir. Nuvadehdir. Nuva bir məni bir məntəqi düzəngah ola, ya bir çuxur dərə ola, bir bulaqlı yer ola, Nuva deyək. Deh də pəsvənd farsıdır. Bəli. Yəni Nuvalı deh. Nuva, Rusay Nuva. Vəli onlar indi gətirib onu Nuvacır eləyiblər mənlər. Dəyişdiriblər. Vəli mən qədimkilərdən də eşitmişəm, bura heç vaxt Nəqədə demirlər, Nuvədə deyir. Nuvədə. Mən həds vururam ki, oradan bir qeydət gələnlər o ad özlərinə gətirmiş olarlar. Nuvədə qoyarlar. Sonra o Nuvədəhdir, bura Nuğadəhdir, Novçədih. Yəni dər həqiqət bir növ təsxir-i türküdür. Yəni ora əsli kətdir. Bura gətirib onun küçüşüdəsidir, təsxiridir. Bəs Novçədih olur. Ora Novdehdir, bura Novçədih. Onun kiçiyi. Nov küçükdür. Vəli Novçədihin kənarında Nuğaday da yazılır. Mən ehtimal verirəm buranın qədim adı ilə Nuğaday olar. Nuğaday olar. Vəli onlar ki o kətdən gələnlər Nuva kəndindən gəliblər, burada buranın adını Novçədih qoyublar. Yəni elə bir məsələn, çoxları görürsən gəlir, fərz eləginə bu kətlərin özü, Alagözlər oradan gəliblər, kəndin adını qoyublar, Həsəninin adını oradan gətirib qoyublar. Şirinbulaqlılar oradan gəliblər, adını Şirinbulaq qoyublar. Bu adlar burada var. Ehtimal vardı elə Novadeyin adını gətiriblər, əlaməti təsxirlə deyiblər Novçədih. Bəli, Nəqidih ola bilməz. Çünki Nəqixan Bozsallıların böyücüydür, Qarabağların da böyücüydür. Bunlar gətiriblər, istəyiblər, dəyişdirirlər. Hətta mən bir gün şəhərdardaydım, rəhmətli Quluxan ağa gəldi, orada mərhum Əsəd Nuriyə dedi, siz tabloların, şəhərin girişində tablolarda yazın Nuğadey. Nuğadey yazın. Nəqədeh yazmayın. O sonra istəyirdi, islah edir. Belə onun sözünə qulaq asan yox idi. Çünki vəziyyət əvəz olmuşdu. İnqilab olmuşdu. Qulxanı sayan kimi. Sayan yoxdur. Bəli, o deyirdi ki, götürün tabloları Nuğadey ilə, bunun əsladını qoyun. Bu Nəqədih kələməsi
Bu uşaq dövründə bu bəzi adları ki, bunlar dəyişdilər. Bəli, Bir yanda Qoşaçay idi, Bəli. bir yanda belədilər. bəli. Bu oraya siz Yox, yetişə bilirsiniz yox. ki, Nəqədiyə də şah dövründə Yox, yox. dəyişiblər. Əlbəttə bizim burada dostlarımızdan, təhqiqatçılarımızdan da var. Deyirlər bura Sulduzuymuş Nəqədiyinin. Yox. Sulduz məntəqədir, Nəqədi bir şəhərdir. Ola bilməz. Yəni Sulduzun mənası Nəqədiydən çox mühümdür. O 100 pərəkəndə şamildir. Belə Nəqədi bir Bir dənə. dənə şəhərdir. Bəli. Mərkəz. Hələ bir tədad dostlarımızdan deyirlər, yazıçılar var, təhqiqatçılar var. Deyirlər elə qədim adı Sulduzuymuş. Yox. Biz qədim mənim sizilim Dehistani Sulduz yazır. Bəli, qədim sizillər öcü. Destan yazıb. Mən də Heç görmüşəm. vaxt yazmır. Şəhristanı Sulduz. Yazıb Dehistanı Sulduz, Şəhristanı Nəqədi. Sulduz bir dənə böyük məntəqə imiş. Bəli, Onun məntəqə. mərkəzi olur Nəqədi. Bəli. Bunun mənası ondan da barırdı. Vardır. Sünniyə Sulduz 100 pərəkəndə şamildir. Sulduz məntəqədir. Nəqədə bir dənə şəhər. Düzdür şəhərdir. Çox gözəl. Bu çox gözəl məlumat verdiniz.